Dizdə, beldə, dirsəkdə, topuqda, biləkdə, bir sözlə oynaqlarda baş verən ağrıları adi ağrı kəsicilərindən kəsməyin. Çünki bu ağrıların başlıca səbəbi osteoartrozdur, yəni qığırdaq yeyilməsi və vaxtında düzgün müalicə aparılmayanda yalnız müalicəsi əməliyyatla mümkün olur. Bu da heç kimin arzulamadığı bir şeydir. İndi videoya sona qədər diqqətlə qulaq asın, çünki sizə osteoartrozda həm ağrıları kəsən, həm də osteoartrozu müalicə edən bir krem göstərəcəm. Amma əvvəlcə ekrandakı ürəyi zəhmət olmasa qızardın və profilin üzərində olan plus işarəsinə toxunun ki, videolarımdan faydalana biləsiniz. Deməli, yaxınlaşırsınız aptekə, Opsido S krem alırsınız. Bu kremi istifadə etdiyiniz zaman tərkibindəki glutazamin və xondroitinin köməyi ilə istifadə edildiyi zaman qığırdaq yeyilməsini anında dayandırır və qığırdağın özünü bərpa sistemin işə salaraq qığırdağı möhkəmləndirir. Tərkibindəki olan yağların köməyi ilə isə müalicə dövründə baş verən ağrıları azaldır və ağrıları kəsir. Ölkənin bütün apteklərində satışı mövcuddur.